Ramazan ayında oruç tutduğu zaman, yəni orucun pozulmaması üçün nə qədər ehtiyat edir, diqqət yetirir. Bir damcı belə suyun keçməsinə fikir verir ki, boğazından bir damcı su keçərsə, yəni orucu pozula bilər. Və bu insanda bir sual yaradır ki, əgər mən bu qədər diqqət yetirirəm və yəni özü-özlüyündə halal olan işlərdən bu cür çəkinirəmsə, məqsəd nədir? Allahın rizasıdırsa, onda digər özü-özlüyündə haram olan işlərdən necə çəkinməliyəm? Yəni beləliklə, yəni bu ay insanı tərbiyələndirir. Yəni Ramazan ayı bir mədrəsədir. Ramazan ayı bir mədrəsədir. Əgər insan düzgün orucları tutarsa, yəni yaxşı şəkildə, yaxşı qiymətlə, yəni məzun olar, yəni təqvanı əldə etməsinə səbəb olar. Ona görə burada açıq aydın. Yəni elə ibadətlər vardır ki, orada yəni vurğulanmayıb. Amma elə ibadətlər orada hikmət vurğulanır və burada da açıq aydın hikmət vurğulanır ki, لَعَلَّكُمْ تَتَّقُونَ, yəni sizin təqvalı olmağınız üçün buyurulmuşdur. Yəni bu deməkdir, insan orucu düzgün şəkildə tutarsa, yəni təqvanı əldə etməsinə səbəb olur. Yəni insan dünya həyatında, yəni hər bir əməl edən öz əməlinin, yəni bəhrəsini, izini görür və öz çalışmasının, səyinin səmərəsini dərir və o insan ki, əməl etmir, çalışmır və heç nə yəni dərmir. Və o insan ki, cinayət törədərək nəsə əldə edir, yəni ruzisini cinayət törədərək qazanırsa, o cinayətinə görə cəzalanır. Və o insan ki, əməlini gözəl şəkildə edir və öz qazancına görə də sevinir və öz yaşayışının ləzzətini hiss edir. Və Allah Teala buyurur ki, "Kullən numiddu haulay və haulay min ata'i rabbik." Yəni biz hər birisinə veririk. Yəni Allah Teala möminlərə də, müsəlmanlara da bəxş edir və kafirlərə də, yəni ruzidən verir. Sadəcə o ruzinin necə gəlməsidir, hansı yolla gəlməsidir. Doğru yolla gələrsə insan ona sevinir. Əgər düzgün yolla onu əldə etməzsə, ona görə onun üçün cəza vardır. Və həmçinin insanın bu dünya həyatında, yəni uğur qazanma yolu əmələ bağlı, müəyyən əməlinin səbəblərinə bağlıdır. Və həmçinin insanın axirətdə də uğur qazanması, nicat əldə etməsi müəyyən səbəblərə görədir. İman və salih əmələ görədir.